Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bugün sizə embrional induksiya hadisəsi haqqında danışmaq istəyirəm. 11-ci sinif dərsliyində verilmiş bu məlumat haqqında məndən çox soruşmuşdunuz. Bir çox şagird yazmışdı ki, bu hissənin izahını bir sadə dillə izah eləsəz, çox sevinərik. Mən də məhz həmin şagirdləri nəzərə alaraq bu izahı çəkirəm. Ümumiyyətlə, embrional induksiya hadisəsi Hans Spemann və Hild Morgan Mangoldun, daha doğrusu 1924-cü ildə apardığı klassik bir təcrübədir. Bu təcrübədə ümumiyyətlə bir embriondan digərinə toxuma köçürülməsi nəticəsində canlının bədən planının necə dəyişildiyi göstərilir. Bu proseslə biz ümumiyyətlə bel mezodermasının köçürülməsi zamanı həmin embrionda əmələ gələn dəyişkənlik haqqında danışırıq. Ümumiyyətlə, burada demək, dərsliyin bu hissəsində qeyd olunur ki, bir hüceyrə qrupu embrional inkişaf zamanı bir hüceyrə qrupu digər hüceyrə qrupunun inkişafına səbəb olur və oradan orqanlar formalaşdırır. Təcrübə üçün 2 embrion götürülür. Bir embriondan bel ektoderması açılır və oradan bel mezoderması çıxarılır. Ümumiyyətlə bilirik ki, ektoderma, endoderma, mezoderma bu rişeyin vərəqlərinin hər birindən müəyyən orqanlar formalaşır. Ektodermadan sinir borusu, mezodermadan isə birləşdirici toxumaya aid olanlar, həmçinin əzəllər falan əmələ gəlirdi. Amma bel mezoderması hər hansı bir ektodermanın yanında olarsa, orada sinir borusunun əmələ gəlməsinə təkan verir. Yəni, az öncə yuxarıda qeyd elədiyim kimi, bir hüceyrə qrupu digər hüceyrə qrupunun inkişafına səbəb olur. Sinir borusu ektodermadan yaranır, amma bel mezoderması ektoderma ilə bir yerdə olarsa, sinir borusunu əmələ gətirir. Deməli, birinci embriondan bel mezoderması çıxarılır. İkinci embrionun bel hissəsində heç bir təcrübə aparılmır. O zaman burada bel ektoderması və bel mezoderması var. Buna görə də buradan bir sinir borusu əmələ gələcək. İkinci embrionun qarın mezoderması çıxarılıb atılır. Birinci embriondan götürülən bel mezoderması ora yerləşdirilir. Burada da bel ektoderması yerində qalmışdı. Burada bel mezodermasını çıxartmışdıq. İkinci embrionda isə qarın mezodermasını atdıq. Amma qarın ektoderması yerində idi. Bel mezodermasını da gətirib qarın ektodermasının yanına yerləşdirdik. Nəticədə aldığımız embrionda nə oldu? Yuxarı hissəsində bel mezoderması və bel ektoderması yerindədir. Aşağı hissəsində isə qarın ektoderması ilə digər embrionun bel mezoderması, yəni ektoderma var idi, bir də bel mezoderması da gətirdik, yanına yerləşdirdik. Bayaqlarda qeyd elədiyim kimi, hər hansı bir ektodermanın yanına bel mezoderması yerləşdirilərsə, oradan sinir borusu əmələ gələcək. Və həmin hissədə qarın sinir borusu əmələ gəldi. Çünki ektoderma var idi, yanına da bel mezoderması qoyduq. Həmin embrionun yuxarı hissəsində, bel hissəsində heç bir təcrübə yox idi. Olduğu kimi bel ektodermasından mezoderma olduğuna görə buradan da sinir borusu əmələ gəldi. Ümumiyyətlə, bu təcrübə ilə onu demək istəyir ki, bir hüceyrə qrupu digər hüceyrə qrupunun inkişafına təkan verir. Yəni, burada əsas mexanizm ondan ibarətdir ki, ektoderma hüceyrələrini öz başına buraxsalar, onlar epitel toxumasına çevrilir, yəni dəri toxumasına çevrilir. Bel mezoderması və yaxud da xorda mezodermda deyirlər buna. Ektodermanın altına yerləşdirdikdə ona kimyəvi siqnallar göndərir və həmin o bel mezodermasının hesabına qarın ektoderması da sinir borusu əmələ gətirir. Bir də dediklərimizin üzərindən qısaca özət keçsək əgər, mezoderma, ektoderma, endoderma bunların hər birinin özünün inkişafına başlanğıc verdiyi orqanlar var idi, toxumalar var idilər. Ektodermadan sinir borusu yaranır, amma ektodermanın yanında bel mezoderması olanda, bel mezoderması və yaxud da xorda mezodermdə deyirlər buna, o sinir borusunun əmələ gəlməsinə təkan verir. Ona görə də bunun mezodermasını çıxartdıq. Bel ektoderması yerində olsa belə buradan sinir borusu yaranmayacaq. Çünki mezoderma onu dəstəkləyirdi.
Bu bel mezodermasını ikinci embrionun qarın ektodermasının yanına yerləşdirdik. Onun qarın mezodermasını atmışdıq. Qarın ektoderması ilə bel mezoderması bir yerə düşdüyünə görə həmin embrionun ikinci hissəsindən də sinir borusu əmələ gəlir. Ümid edirəm ki, kifayət qədər aydın izah eləyə bildim. Əgər sizin üçün yenə də qaranlıq qalan məqamlar olarsa, videonun rəy bölməsindən yazmağı unutmayın. Hələlik.